Keçənlərdə bizim hədis nədir adlı dərsimizdə müəyyən çıxışlar səhifə tərəfindən paylaşıldı və bu səhifədə hədis nədir adlı o çıxışın altında xeyli sayda iradlar və suallar yerləşdirildi müəyyən şəxslər tərəfindən. Mən belə bir qənaətə gəldim ki, bu sualları kompleks şəkildə cavablandırmaq zərurəti özümdə hiss etdim. Və mən istəyirəm ki, müəyyən qədər bu sualların cavablarını bir neçə dərsdə cavablandıraq. Məsələlərdən biri bundan ibarətdir. Suallardan biri bundan ibarətdir ki, hədisə nə ehtiyac var? Əgər Allahın kitabı, yəni Qurani-Kərim, Allah bu kitabında hər bir şeyi qeyd edibsə, əgər deyək ki, biz burada heç bir şeyi unutmadıq deyirsə, hər bir şeyi izah etdik deyirsə, bəyan etdik deyirsə, o zaman hədisə və ya biz ümumi mənada sünnə dediyimiz məsələyə nə ehtiyac qalır? Ki, bu suallardan biridir. Ki, mən istəyirəm bu sual ətrafında danışaq, məsələləri izah edək.